Azərbaycan xalqına mənim burada bir mesajım var. Nəinki Azərbaycan xalqına, bütün dünyada bizi izləyən dəyərli dostlarımıza, müsəlmanlara bir burada mesajım var. Mən bir neçə saat bundan öncə bir yazı oxudum. Bu yazı məni çox hiddətləndirdi və bu yazı mənim ruhumu dəyişdi və mənim əsəblərim gərgin oldu. Nə yaxşı ki, bugün mən bu verilişə gəldim. Yoxsa bunu mən ayrı bir formada ictimailəşdirəcəkdim. Nədir bu məsələ? Adını çəkmirəm və çəkmək də istəmirəm. Çünki ad çəkildiyi zaman qeybət olar. Bir nəfər müğənni, indi bilmirəm kim, götürür yazır sosial şəbəkələrdə ki, Azərbaycanın 70% çörəksiz qaldı. Və yazır ardıcan ki, ona görə çörəksiz qaldı ki, Məhərrəmlik ayı bizim çörəyimizi kəsib. Əvvəla, mənim elmi isbatlarım var, əsaslarım var. Yəqin ki, mənim bu səsim efirə gedirmi? Əlbəttə. Təşəkkür edirəm. Necə olur 11 ayda müğənni və yaxud müəyyən bir, hər hansı bir işçi, restoran işlədən, mən nə bilim nə işlədən, 11 ay qazanır, yaşayır, yeyir və yaradır. Heç 11 ayda səsi çıxmır, nə dövlətə təşəkkür eləyir, nə vergi verir bəzən, heç vermir də və bəzən də heç məscidin də haqqını da gətirmir, bunu da demiş, məscid də tanımır. Bəzi ölü dünyadan dəyişəndə o saat yönəldirlər, məscid var, filan var və xahişlər var. Üzr istəyirəm. Məhərrəmliyə toxunmaq mümkün deyil. Bu Sovet zamanından bugünə qədər bizim ruhumuzdan süzülüb gəlib. İmam Hüseyin əleyhissalam ərəb deyil və bunu ərəbin dayağına yazmaq olmaz. İmam Hüseyin əleyhissalam insanlığın kamil nümunəsidir. Və o insanlar ki bunu bilməlidirlər, ərəblə bunu adlandırırlar, Ərəbistanda bu hadisə olub, xeyr. Mən xahiş eləyirəm, zəhmət çəksin həmən insanlar, getsinlər Azərbaycanın ən fəxri olan oğlu Məhəmməd Füzulinin Həqiqətü Süəda əsərini oxusunlar, görsünlər ki, Məhəmməd Füzuli Azərbaycanımızın fəxri oğlu Həqiqətü Süəda əsərində Kərbəla hadisəsində 2 Azərbaycanlını qeyd edir. Biri İmam Hüseyin İslamın ən gözəl qabağında şəhid olan, qarşında şəhid olan, canın verən Azərbaycanlı müslim idi. Budurmu Azərbaycanlı? Əlbəttə Azərbaycanlıdır. Bunu danma olmaz. Bu tarixi faktdır. Mətləul etiqadda da bu var. Həqiqətü Süədanın ikinci tərəfində Hürrəlihir Rəhmə böyük bir komandan idi. Onun da yanında vuruşan o da Azərbaycanlı idi. Ona deyirdilər Ovsəcəm və digər adlar da verirlər, Qulam da deyirlər, bir neçə adlar. Deməli, burada göstərir ki, Kərbəla hadisəsi ərəb üçün deyil, ümumi milli bəşərin dəyərlərini qoruyan və eyni zamanda Azərbaycanlının, yekun eləmək istəyirəm, Azərbaycanlının şəhididir. Məhərrəmli ayında, eyni zamanda aprel hadisələri və Milli Azadlıq Hərəkatı canları ilə, qanları ilə, malları ilə Azərbaycan oğulları şəhid olub və bugün o şəhidliyə də ehtiram əlaməti olaraq 40 gün matəm günü kimi, ayı kimi və xüsusən Aşura günü və bugün dünyanın hər yerində qeyri-müsəlmanlar da bu ənənədən istifadə edir və yekunda budur ki, kim İmam Hüseyin əleyhissalamın və Peyğəmbər nəvəsini ərəb kimi formalaşdırıb cəmaata təqdim edir və çörək alətindən oldum deyərək deyir, onun həyatı və axirəti bədbəxtdir. O insanlar düşünsünlər bu məsələdə. Təşəkkür edirik Hacım.